Rusiya-Ukrayna cəbhəsində payız ayında növbəti iki cəbhənin açılması istiqamətində müzakirələr aparsaq qeyd etmək lazımdır ki, Rusiyanın qarşısına qoyduğu əsas məqsədlərdən biri ümumiyyətlə onun üzərinə gələn və sanksiyaların tətbiq olunması istiqamətində addımlar atılacağını qeyd edən Avropa dövlətləri, nümayəndələri və Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın da fikirlərini göz önünə gətirsək qeyd etmək lazımdır ki, Trump əvvəlcə bu cəbhənin, bu cinahın açılmasında əvvəlcə qeyd etmişdi ki, biz də nəzərə alaq ki, sentyabr ayının 9-dan 10-na keçən gecə Rusiyanın PUA-larının Polşa səmasını pozduğunu qeyd etmək lazımdır və bundan sonra hətta Mark Rutte belə NATO-nun baş katibi qeyd etmişdi ki, NATO-nun 4-cü maddəsinə əsasən artıq əgər hansısa bir dövlətin, NATO dövlətinə başqa bir dövlətin hücumu baş verərsə, biz həmin dövlətin məsləhətləşmələrini də apara bilərik. Ona görə bu məsələlərdə hətta qeyd etmək lazımdır ki, Rusiya nəinki Ukrayna ilə, hətta göstərməyə çalışır ki, digər Şərqi Avropa dövlətlərini də hücum gerçəkləşdirə bilər. Çünki Rusiya bununla göstərmək istəyir ki, o geri çəkilməyəcək və masada daha çox şərtləri qəbul etməyə başlayır. Hətta bunu qeyd etmək lazımdır. Ötən günlərdən birində Fransa prezidenti Emmanuel Macronun da belə deyək də, əmrinə əsasən Rafael qırıcıları artıq Polşanın şərqindədir. Demək olar ki, Belarusiyanın yaxın sərhədinə yaxın bir ərazidə yerləşdirilib. Xüsusilə də bunu qeyd etmək lazımdır ki, nüvə başlıqlı qırıcılardır və bu məsələlərdə də əsasən Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump da əvvəl bu deməli Polşanın hava səmasının pozulmasını səhvən ola biləcəyini vurğulasa belə artıq Putin mənim səbrimi tükəndirir də ifadəsi səsləndirmişdi. Baxmayaraq ki, Rusiya bu iddiaları rədd edir. Hətta qeyd edir ki, bu PUA-lar əslində 700 kilometrdən nümayiş etdirilə bilər. Bundan o tərəfə keçə bilməz. Hətta hərbi ekspertlər belə qeyd edirlər ki, bu həmin o başlıqların skoçla belə deyək də əlavə olunması var və Rusiya isə bu PUA-ları yenidən istifadə eləmir və əslində bu iddiaları rədd edir. İddiaları rədd edilməsinə görə artıq bəzən siyasi şərhçilər də belə bir suallarla qarşılaşırlar ki, görəsən NATO niyə görə Polşanın hava səmasının pozulmasına adekvat Rusiyaya cavab vermirlər? Amma görünən budur ki, NATO qüvvələri də daha çox çalışır ki, belə deyək də, Rusiya açıq şəkildə, nümayişkaranə şəkildə bu addımları atmışsa, o zaman hər hansısa bir hücuma keçək. Məsələn, Polşa ilə Rusiya arasındakı münasibətlərin biz zaman-zaman şahidi olmuşuq. Hətta İkinci Dünya müharibəsində belə Polşanın şərqini Rusiya işğal etmişdi. Daha sonra 2010-cu ildə Lech Kaçinskinin Smolensk təyyarəsinin qəzaya uğramasında belə Polşa Rusiyanı günahlandırmışdı. Amma Ukrayna-Rusiya məsələsində biz zaman-zaman Polşanın ehtiyatlı davranmasına şahid olduq. Hətta Ukraynaya ordu göndərilməsi istiqamətində Polşa bu məsələdə biraz fərqli cür yanaşmışdı. Sadəcə logistika sahəsində nəzarəti həyata keçirə biləcəyini qeyd etmişdi, amma ordunun göndərilməsi məsələsini rədd etmişdi. Buna görə də düşünürəm ki, Zelenskinin dəfələrlə belə deyək də, bəyanatlar səsləndirməsinə baxmayaraq ki, Rusiyanın növbəti addımı Şərqi Avropa ölkələri olacaq, belə deyək, həyəcan təbilini çalmışdı və bu artıq Zelenskinin nə qədər haqlı olduğunun göstəricisidir. Ona görə də düşünürəm ki, növbəti addımlarda Rusiyanın qarşısını əgər Avropa dövlətləri Rusiya ilə bilirsiniz ki, hələ də iqtisadi əməkdaşlıqları davam etdirir, neft-qaz istiqamətində baxmayaraq ki, azaldılması məsələsi var və Ursula von der Leyen'in də Trumpla telefon danışığında qeyd etdiyi kimi biz növbəti sanksiyalar paketini hazırlamağa hazırıq ifadəsini səsləndirib. Amma düşünürəm ki, Rusiyaya qarşı konkret olaraq artıq sanksiya paketləri həyata keçirilməsə, Rusiya dayanmayacaq. Çünki Rusiya, belə deyək də, bu istiqamətdə kifayət qədər ciddi addımlar atmağa başlayır və növbəti addımlarda əgər Ukrayna və Rusiya arasında hər hansısa bir atəşkəsin imzalanacağı təqdirdə masada öz əlini gücləndirməyə çalışır.